Aşığı eşki edermiş deli bildiğime göre. Ben de oldum deli bir aşığa gördüğüme göre. Mənə yəqin belə qismət rəva bilməz xuda, alın yazın pozulub alnımı sevdiyimə görə. Hamı dünyaya göz açdıqda ağlayır, dayanır. Mən hələ ağlayıram dünyaya gəldiyimə görə. Bilirəm ki, mənə divanə deyirlər, nə üçün dil bilməyən daş ilə dərdimi böldüyümə görə. İstəmirəm dərdimi bir kimsəyə deyim, o da üzülsün mən üzüldüyümə görə. Qurban əlim, mən də bir ömür verdim, getdi hədər. Deyirəm, öləndəsə vətən uğrunda ölüm, yanmayım öldüyümə görə. Vətən uğrunda can verən Allah hamısını o dünyada yerini cənnətdən də yuxarı eləsin. Qurban əlim, bilirsən qüdrətin sirri, zülmətə işıq var, acıya şirin. Zikr eylə dilimdə məhdərin pirin, qorxma dar günündə yar olacaqdır. Qurban Ərsa, bir dənə sual verəcəm mənim qardaşım. Bu Tümün şəhərində ilk dəfə tanıdıqlarından biri sən olursan. De görüm, baba nəvəni nəyə görə çox istəyir? Baba nəvəni ona görə çox istəyir ki, baba ilə nəvənin ağrı eynir. Bizim kəndimizdə çox Sovetlər dönəmiydi. Bir toy var idi. Toy sahibi məşhur keçmiş oğrulardan idi. Toyda aparan Alqaq müəllimidir rəhmətli. Bir nəfər gəlib Alqaq müəllimə deyər ki, bu toyuna gəldiyin adam başı oğludur. Durdu məclisə bizə nə dedi? Dedi, ay cəmaat, heç bir kəndə Allah oğrusu da ərsiz eləməsin. Qurban əlim, Allah səni Tüməndə nəsi eləməsin. Sən Tüməndə Ağdadanında heç kim qazanmamışsın. Sən yaşamalı olsan, yaşamalı da haqqın var. Bu sözü mən deyirəm. Həm ailə başçı kimi, həm baba kimi bu nəslə başçılıq eləməlisən, qardaş. O vaxtı indi Tərtər rayonu, Mürbəşir rayonunda mənim əsliyyətə təzə gəlmişdi. Cümşüd adına mənim bir sinif yoldaşım var. Deyil, Qurban, gedək Mürbəşirə toya gedək. Gəldik toyda, vaxtı mağar toydu, yemək yanı ayrıydı, toy şeyi ayrıydı. O şimdi çörezə dedik, gəldi ora, Oxanlarda Ağdamlı Vaqif olur. Mən o Vaqif'i tanımıram, Ağdam. O hardasa Ağdamlı da var. O şimdi gördüm bir dənə, hardasa bir 80 yaşı olardı, 2-80 yaşı olardı, bir dənə qoca nənə bədəlkəsinin altından Allah'ın üçün 2 dənə beşliği getdi, qoydu stolun üstünə. Dedi, o Ağdam'a gəlib bir beşini suyunu içirsən, çöreği Ağdam'da tərəfləyirsən. Dedi, ayna sağ qurban olun. Ağdam Bərdəmir Bəşir, Ağcabədin 4 yolunda birləşir. Ay Kemal, Bərdə Ağdam, Bərdəmir Bəşir, biz hamımız sonra uşaqlarıyıq. Mən Azərbaycanın o pisinin ən pis oğlanını başına dönüm, yaxşı. Qurban əlim, qoy bizdən soruşmasından biz aralıyıq. Bax, o sözdən yaralıyıq. Bu günlərin bura yürüsünüzsə, bizim hamımız elə buralıyıq. Bəli, sağ ol, Allah köməyimiz olsun. İtara, mənim qardaşım, mən harada ağzıma oxumuşamsa, mənə ant veriblər ki, amanın bir gün səsini kəs, bəs, təsəvvür edin də inanır. Bak. Hay yaşa. Hər ki, mənə tən eyləsə meyxanələr içrə. Hər ki, mənə tən eyləsə meyxanələr içrə. Qan olsun onun badəsi, peymanələr içrə. Öz millətinə hər kimə ki versə olsun yerin bayquş kimi viranələr içrə. Gəh